Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Yaşamaq gözəldirdən hər birinizi xoş gördük. Ümid edirəm ki, bu bir saat ərzində bizi diqqətlə izləyəcəksiniz. Çünki artıq anonslardan da bəllidir ki, biz nədən danışıq? Daha doğrusu anonsdan bəllidir. Çünki bugün bir mövzu müzakirə olunacaq. Bugün bilirsiniz, həftənin çərşənbə axşamıdır və Nərgiz Klinikasının baş həkimi, fitoterapevt, ixtiraçı alim Məlahət xanım Qəhrəmanova bugün Yaşamaq gözəldirdə qonağımızdır. Mən istəyirəm doktorumuzun zəngin dosyasına nəzər yetirək, dərhal sonra artıq başlayaq mövzumuzun müzakirəsinə, çünki olduqca vacibdir və sizə bildirəcəyimiz məlumatlar da onun qədər vacibdir. Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Universitetinin Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru, diplomu və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb. Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri olan Məlahət Qəhrəmanova 4 kitabın müəllifidir, 23 patentə sahibdir. Bəli, bugün studiyamızın qonağı elm və təbabətə və insan sağlamlığına misilsiz töhfələr verən, nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda da öz sözünü deyən, öz işləri ilə, ixtiraları ilə sözünü deyən, yenə də vurğulayıram, tanınmış ixtiraçı alim, tibb elmləri doktoru, Nərgiz Klinikasının baş həkimi, fitoterapevt Məlahət xanım Qəhrəmanovadır. Xoş gördük Məlahət xanım. Təşəkkür edirəm. Nə yaxşı ki, yenə də bu bir həftə ötdü, keçdi, sizinlə görüşümüzün vaxtı gəlib çatdı. İnanın ki, dünəndən bugünə gələn mesajlara rəğmən də mən bunu deyirəm. Olur ki, dəfələrlə eyni sualı verən tamaşaçılarımız olur. Biz nə qədər müzakirə aparırıq. Mən burada görürəm ki, bu müzakirələrimiz bəzi ünvanlara çatır, yenə də bəzi ünvanlara çatmıyor. Bunun üçün təkrarən və təkrarən bu mövzuların müzakirə edilməsi çox vacibdir. Bugün məsələn müzakirə etdiyimiz mövzu qaraciyər problemi, ödün yuyulması, həzm sistemi problemləri, mədə-bağırsaq, mədə-bağırsaq. Amma bugün daha geniş danışmaq istərdim. Tək mədə-bağırsaq deyil, öd-qaraciyər deyil, bir çox məqamlara toxunacağım. Çünki bir çox xəstəliklər bir-biri ilə yanaşı gedişli olur. Bəzən insanlar fikirləşir ki, mən bu xəstəliyi müalicə edirəm, amma nəyə görə mən sağalmıram? Ona görə biraz geniş danışaq ki, bəzi səbəblərdən olur ki, biz xəstələr müalicəsini aparır, amma mədə-bağırsağı nə qədər müalicə eləyir, görürsən ki, məsələn, qəbizlikdən, köpdən əziyyət çəkir, amma elə hey mədə-bağırsaq işlədicilər istifadə edir, amma nəticə ala bilmir. Bu məqamlara toxunaraq daha geniş informasiya verməyə çalışacağım. Bugünkü mövzumuz təbii ki, həzm sistemi orqanlarıdır və burada da ayrılmaz hissə olan qaraciyər və öddür. Qaraciyərin funksiyası bilirik ki, orqanizm üçün çox önəmlidir və hər dəfə bunu vurğuluyuruq. Siz demişkən, insanlar nə qədər informasiya alsalar da, bugün deyərdim ki, o qədər həyat tərzimiz rəngarəngdir ki, fərqlidir ki, ona görə insanlar bəzən öz istədiklərini əldə edə bilmirlər. Əvvəllər insanlar adi bir qida rasionumuz çox bu qədər deyildi, çeşidli deyildi. Amma yenə də həm sağlam, həm mutluydular. Bəli. Amma bugün nə qədər qida rasionu çox olsa da, sanki problemlər də çox bəli, daha çox problemlər yaranır. Niyə görə? Elə ilk öncə oradan başlayaq ki, keyfiyyətsiz qidalar qaraciyəri yüklüyür. Keyfiyyətsiz yaşam tərzi, həyat tərzi, ayaqüstü yeməklər, normal qidalanmama özü məhz orqanizmin sağlamlığına ən mənfi təsir edən amillərdən biridir. Qaraciyər orqanizmin mühitin sabit saxlanmasında çox önəmli rolu var. Biz illərdir bu barədə həkimlərimiz danışır, informasiya verir. Nə qədər informasiya olsa da, yenə də orqanizm o qədər mürəkkəbdir ki, o qədər fərdidir ki, hər kəsin öz orqanizminə uyğun olaraq da, yəni bu müalicələr təyin olunur, qida rasionu fərqli ola bilir, yaşam tərzi fərqli ola bilir və hər orqanizmində öz reaksiyası var. Qaraciyər orqanizmdə ən çox oynadığı rol
zərərli maddələrin zərərsizləşdirilməsidir və laborator funksiyasını daşıyır. Həmçinin də bizim vitamin depomuzu təmin edir. Mən bunlara çox qısa açıqlamalar verəcəm ki, insanlar bugün ən çox həyat tərzi, qida rasionuna daha çox diqqət yetirməlidir ki, sağlam yaşamaq üçün, sağlam qalmaq üçün bunlar çox önəmlidir. Xüsusən o vitamin deposunun balanslaşdırılması çox önəmlidir. Siz özünüz də vurğuluyursunuz. Yerli, yersiz hazırda vitamindən istifadə eləyənlər var. Bilmirəm, elə bilirəm ki, bunu dəbdə edirlər. Mən vitamin D çox içirəm və yaxud filan bahalı vitaminlər. Bəli, çox doğru vurğuluyursunuz. Baxın, qaraciyər yükləndikdə, qaraciyər nə qədər toksik maddələr, medikamentoz müalicələr əsas 4 amildir ki, qaraciyər xəstəlikləri yaradan. Bunlardan biri də olan xəstəliklərdən, viruslardan, qriplərdən sonra belə xroniki gepatitlərin yaranmasına səbəb ola bilir. Xroniki gepatitlər özü də bugün çox gündəmdədir. Bəzən kiçik yaşlarında keçirdikləri sarılıq xəstəliyini heç kim gündəmdə saxlamır, yadında saxlamır, fikirləşmir ki, gələcək bu buna nə qədər zərər verə bilər. Bəzən insanlar soruşanda ki, sarılıq keçirmişsə, sarılıq botki xəstəliyi kiçik yaşlarında daha çox keçirən insanlar var. Elə böyüyəndə də keçirə bilirlər. Bu xəstəlik uzun müddət davam edir və ildə ən azından bu xəstələr 2 dəfə müalicə almalıdırlar. Əgər bunlar müalicə almırlarsa, təbii ki, get-gedə orqanizmdə müəyyən fəsadlar yaranır ki, bu da sonradan daha ağır nəticələr verə bilir. Doktor, müalicə nədir? Müayinədən keçmirlər bu insanlar. Bəli, illərlə keçmir. Təbii ki, 60 yaşında, 50 yaşında, 80 yaşında insan var ki, istəyir ki, mən indiyə kimi uzini ultrasəs müayinəsinin nə vaxt keçdiyi heç yadında deyil. Doğrudur. Bunların da təbii ki, sonradan düzü sağlam yaşamaq çox gözəldir. Amma müəyyən xəstəliklərin, müəyyən narahatçılıqları vaxtında bilib, vaxtında onlara qarşısını alanda daha effektiv nəticə olur. Qaraciyərin yüklənməsində gepatitlərin təbii ki, başlıca rolu var. Mən buradan ən çox mədə-bağırsaq sisteminə yönəlmək istərdim. Qaraciyərin funksiyası mədə-bağırsaq həzm sistemində başlıca rol oynayır. Ondan sonra gedək öd yolları, öd axarına. Ödün funksiyası da təbii ki, orqanizm üçün çox önəmlidir. Həzm sistemində iştirak edən öd turşusu normal ifraz olunmadıqda, təbii ki, bağırsaqlarda sorulma prosesi normal olmur. Köpün, gəyirmənin yaranması həddindən artıq elə insanlarda köp olur və qəbizliyə meyillilik yarana bilir. Köp olan zaman təbii ki, insanlarda bəzən diafraqma sıxılır. Diafraqma sıxıldıqda həmin insanlarda təzyiqin yüksəlməsi, taxikardiya, ürək döyüntülərinin artması da müşahidə olunur. Belə xəstələr çox gün ərzində narahat olurlar və qarın şişkinliyindən əziyyət çəkirlər. Ona görə də həzmdə iştirak edən öd turşusu, ödün normal fəaliyyətinin olması həzmdə mütləq şərtdir. Öd kisəsinin funksiyası qadınlarda daha çox rast gəlinir ki, orada öd kisəsinin funksiyası pozulur. Adətən biz ona fikir vermişik ki, qadınlar arasında xroniki xolecistitdir, kəskin xolecistit daha çox gündəmdədir. Amma kişilərdə isə daha çox serroza meyillilik daha çox olur. Və bu səbəbdən də öd kisəsinin funksiyası həzmdə çox önəmlidir. Və illər keçdikcə insanlar, məsələn, ultrasəs müayinəsi zamanı nə ilə qarşılaşırlar? Öddə əyriliyin olması, bəzən həddindən artıq esvari öd olur və bundan başqa görürsünüz ki, belə xəstələrdə öddə çöküntü, qatlaşma, divar qalınlaşması, bunların hamısı ultrasəs müayinə zamanı deyiləndə çox insanlar onu önəmsəmir. Deyir, onsa bu hamıda var. Bəli, əksər insanlarda var. Ona görə ki, düzgün qida rasionunun olmaması, düzgün orqanizmin normal fəaliyyətinin olmaması həmin köpü, qazı və qəbizliyi yaratmağa gətirib çıxarır. Qəbizlik olan zamansa insanlarda daha çox, yenə dediyim kimi, öd kisəsinin funksiyası normal olmadıqda, öd normal ifraz olunmadıqda həzm prosesi pozulur. O ödün tərkibində olan komponentlər bağırsaqlarda olan sorulma prosesini artırır. Və burada bəzi insanlarda aşırı qəbizlik var.
Qəbizliyin özü də uzun müddət davam eləyə bilir. Elə xəstələr gəlir ki, deyir ki, düz irsi faktorlar var, peristaltikanın zəif olması var, tənbəl bağırsaqlar var. Dolisigma deyilir, dolisigmanı başqa ölkələrdə o qədər də qəbul eləmirlər. Bu bizdə daha çox gündəmdə olan bir mövzudur. Bağırsaq uzunluğu və insanlarda qəbizliyə meyillik çox vaxt kiçik yaşlardan başlayır. Və valideynlər buna diqqət yetirmədikdə, hətta qız uşaqlarında sonradan kistaların yaranmasına belə gətirib çıxara bilir. Qəbizlik özü çox ağır bir prosesdir. Bu simptomlar xəstədə olan zaman xəstə mütləq dəqiq müayinə etməlidir. Və hansı səbəbdən orada yaranan bağırsaq sorulma prosesinin nəyə görə ləng olmasını araşdırmaq və düzgün müayinə etmək lazımdır. Burada da qaraciyərin və ödün rolu çox önəmlidir. Yenə ifraz dediyim kimi qaraciyərdən başqa ödün funksiyası normal olmazsa, təbii ki, həzm prosesi də normal olmur. Ona görə də qaraciyərin funksiyası orada gələn məhsul məhz qaraciyərin məhsuludur ki, öddən isə ötürülür bağırsaqlara. 12 barmaq və bağırsaqlara ötürülür. Bu bağırsaqlarda olan sorulma prosesinin ləngiməsində kalsinin də çox böyük rolu var. Bəzən kalsinin azalması yaşlı nəsil arasında daha çox həm sümüklərlə bərabər bağırsaqda da sorulma prosesinin ləngiməsinə gətirib çıxarır. Bayaq qeyd etdik ki, vitaminlərin aşırı içilməsi, bəzi aşırı içilən medikamentoz müalicələr, məhz sinir sisteminə aid olan dərmanlar çox vaxt bağırsaqlarda təbii ki, ləngimə və bu bağırsaqlarda sorulma prosesini ləngidə bilir. Medikamentoz müalicələri içən zaman qaraciyərin yüklənməsi ilə bərabər ödün funksiyasının pozulması ilə yanaşı həzm sistemində də müəyyən problemlər yaranır. Və biz burada ən çox nəyi vurğuluyuruq? Çalışırıq ki, mən birinci bölümdə ən çox fasiləmizə qədər qaraciyərin, ödün, mədə, bağırsağı danışacağım. Amma sonraki mərhələdə böyrək və ginekoloji, zob xəstəliklərindən də qısa da olsa danışmağa çalışacağım ki, yazın ən gözəl fəslidir, yayın ən gözəl vaxtlarıdır. Bu aylarda bəzi xanımlar, bəzi insanlar, istər uşaqlar, böyüklər arasında orqanizmin tam balansını yığmaq və orqanizmi təmizləmək üçün bu aylar çox gözəl vasitədir. İstər parazitar xəstəliklər olsun, istər hər hansı bir xəstəlik olur olsun. Bəzən deyirlər, yaz payız aylarında müalicələr daha yay aylarında etmək. Bunda aşırı dərəcədə tərləməklə əlaqələndirirlər ki, bədəndə qalmır, o qəbul olunan dərman preparatları, müalicə falan. Amma o da biraz yanlış fikirdir. Çünki heç kim gözləməməlidir ki, qış gəlsin, yaz gəlsin, yay gəlsin, mən müalicə aparım. İnsan özünü narahat etdiyi bir vaxtda, istənilən vaxtda mütləq müalicəsini etməlidir və onu davamlı şəkildə etməyə çalışmalıdır. Əsasən biz götürək orqanizmin təmizlənməsi. Öd yolları, öd axarının təmizlənməsi, ödün yuyulma proseduru məhz mədə-bağırsaq sisteminin təmizlənməsində çox gözəl, effektiv vasitədir. Baxın, bu prosedurun önəmi nədir? İnsanlar bəzən yaxınlaşırlar ki, mən heç nə istəmirəm, tək mənim ödümü yuy gedim. Belə xəstələrimiz çox olur. Bu ödün yuyulması proseduru bu məcazi mənadadır. Ödü yumaq, yəni mədəni yuyuruq, ödü yuyuruq, bağırsaqları yuyuruq. Bu yuyulma proseduru bu cür insanlar arasında daha çox rezonans verir ki, mən getdim, ödümü yudurtdum. Məsələn, Sovetlər dönəmində zontlama üsulu var idi. Zont vasitəsilə öddən, ödlükdən öd çəkilirdi, möhtəviyyat götürülürdü və bunun ödün yuyulmuş hesab olunurdu və insanlar həqiqətən də bu prosedurdan sonra çox rahatçılıqlarını tapırdılar müəyyən müddət. Amma baxın, bizdə bu üsul zontsuz üsulla aparılır. Zontla demək olar ki, aparılmır. Xüsusi fitoterapiyanın ən önəmli olan hissələrindən biridir ki, bunlar tam təbii vasitələrlə aparılır. Və biz çalışırıq ki, burada apardığımız prosedurların daha çox müalicəvi əhəmiyyəti olsun. Yəni, müvəqqəti xarakter daşımamalıdır. Ödün yuyulma proseduru bir gün əvvəlcədən
pəhriz saxlanılır. Pəhrizdən sonra xəstələr səhəri günü ac qarına klinikamızda olur və o prosedur aparılır. O proseduru bəzən ev şəraitində insanlar tubaş kimi qəbul edir. Evdə müəyyən işlədici dərmanlardan istifadə edirlər. Hər hansı bir mineral sulardan istifadə edərək bunu yuyulma hesab edirlər. Amma burada birinci növbədə onu demək istəyirəm ki, aparılan prosedur çox önəmlidir. Burada yuyulma zamanı, həmin yuyulmadan sonra biz bağırsaqların kolonoterapiyasını da aparırıq və kolon vasitəsilə bütün bağırsaqlarda öddən axan möhtəviyyat, orada olan şlaklar, nəcis kütləsi hamısı xarici olur. Sonradan aparılan müalicə önəmlidir. Burada baxın, aparılan müalicə nədir? İlk öncə öd yolları, öd axarı təmizlənir. Qaraciyərdə olan bütün toksik maddələr təmizlənir. Qaraciyər bütün illərlə yığdığı o toksik maddələrdən azad olur. Öd yolları, öd axarında olan bütün öd qalığı təmizlənir. Mədə altı vəzdə qalan, çünki ödlük ötürülür mədə altı vəzə. Orada qalan öd qalığı o emulsiya şəklinə salınaraq 12 barmağa ötürülür. Ona görə də burada mütləq lazımdır ki, prosedur normal geçsin. Həmin zamanda mədə altı vəzdə tam təmizlənir və öd yolları, öd axarı təmizlənərək 12 barmaq və mədə bağırsaq sistemi. Burada olan şlaklar. Siz onu görmək lazımdır ki, xəstələr olub ki, onlardan bağırsaq daşları tökülüb. Necə öd daşı olur. Onu bizdə videolar var, şəkillər var. Hər dəfə deyirəm, yaddan çıxır. Gedirik, onları göstərmək lazımdır ki, xəstələrdə, hətta probka xəstələr deyir, gəlib düşdü məndən, yaşıl rəngdə o daşa bənzər, bəli, onlar hamısı gəlib orqanizmdən xaric olanda bunu xəstə gözündən görür. Və burada qurd olan, lambliozu olan, askaridi olan, dəfələrlə olub ki, ödün yuyulma prosedurunda xəstələr o parazitləri, qurdları özləri gözündən görür. Baxın, qaraciyər təmizlənir, öd təmizlənir, mədə altı vəz təmizlənir, bütün mədə bağırsaq sistemi təmizlənir və sonradan aparılan müalicə də çox önəmlidir. Əgər orada müalicə getməyəcəksə, tək yuyulma bir dəfə ilə istənilən nəticəni vermir. Ondan sonra hələ 3 gün müddətinə o prosedur zamanı o bağırsaqda olan o problemlər, o ki, daşlar, nəcis kütləsi, daşlaşmış şlaklar, hamısı ki, gəlib tökülür. Bunun üçün xarici ölkələrə gedirlər xəstələrimiz. Məsələn, əvvəllər Yesuntikiyə gedirdilər, Truskaviyasa gedirlər. Düzdür, Truskaviyasda böyrək daşlarına, böyrəyə görə daha çox gedirdilər. Amma bunları mən niyə deyirəm? İnsanlar bugün öz əlimizdə olandan istifadə etməyi yox, xarici ölkələrdən nəsə hansısa bir məhsulun gəlməyi, hansısa ölkədə nəyinsə olmağını. Amma Azərbaycanın təbiəti o qədər zəngindir ki, Azərbaycanda olan məhsullar, özümüzün dərman bitkilərimizin dəyərini özümüz bilmirik. Çünki həmişə tək bizdə belə deyil, bütün ölkələrdə belədir. Həmişə hardansa başqa yerdən gələni daha çox qiymətləndiririk. Amma əslinə qalanda bizim orqanizmamız bu təbiətə kodlaşıb. Bizim orqanizmamız bu təbiət üçün yaranıb və burada istifadə etdiyimiz öz məhsullarımız qat-qat başqa ölkələrdən gələn məhsullardan daha keyfiyyətli və daha effektivdir. Mən bunu həmişə vurğulayıram və deyirəm ki, Azərbaycan brendi olaraq bizim öz məhsullarımız daha dəyərlidir. Düzdür, biz həmişə daha yaxşı axtarmağa çalışırıq. Məsələn, bugün bizim ölkəmizdə çox gözəl badam bağları salınıb. Mən gedəndə görürəm bəzən yolun qırağında. Mən ona çox sevinirəm. Çünki öz məhsullarımızın olmağı bizim üçün daha keyfiyyətlidir. Və orqanizmamızın sağlamlığı üçün daha önəmlidir. Və onu da qeyd edeyim ki, qaraciyərin ödün funksiyasında, mədə bağırsaq sistemi funksiyasında təbii vasitələr əvəz olunmazdır. Və ödün yuyulma prosedurunda sizin yediyiniz qida rasionu, işlətdiyiniz bütün qida məhsulları çox önəmlidir ki, orqanik olsun, təbii olsun və keyfiyyətli olsun. Mən həmişə son vaxtlarda verilişlərdə vurğulayıram ki, qida rasionuna diqqət yetirin. Keyfiyyətsiz qidanı yeyən zaman siz orqanizmə zərərdən başqa heç nə vermirsiniz. Sadəcə toksinlərlə güclüyür. Niyə vitaminləri içir bu aşırı dərəcədə insanlar?
Çünki orqanizmdə həmin yediyimiz o keyfiyyətsiz qidalardan lazım olan balansı ala bilmirik. O vitaminləri çatışmamazlığını gördükdə isə çalışırıq vitaminləri qəbul eləyək. O sintetik içdiyimiz dərmanlar, o tabletkalar, o həblər, onların heç birini qaraciyər qəbul eləmir və depo eləmir. Ona görə insanlar məcbur olur ki, bu həkimdən gedir, o həkimə, o həkim. Burada vitamin D aşağıdır, burada B12 aşağıdır, fol turşusu yoxdur, B12 yoxdur, kalsi yoxdur, maqni. Niyə? Onun təməlini sən bu tabletkada görmə. Yediyin qidada axtar. Bəli. Bəli, çox doğru vurğuluyorsunuz. Bu bilirsiniz nəyə bənzədir? Bəzi insanlar deyir, kitab oxumağa səbrim çatmır, onu film izləməklə əvəzləyirəm. Ancaq həqiqətən o kitabın qoxusu, o hər vərəqə dalmaq, onu dərindən oxumaq, dərk etmək, bu başqadır. Filmi bir saatın içində izləyib bitiririk, bu başqadır. Mən istəyirəm, vurğuluyum doktorun əlaqə nömrəsini 012 541 70 70 və 051 388 70 70 nömrələri 7-24 aktivdir. Hər bir problemlə bağlı, əgər Nərgiz klinikasında müayinədən keçib müalicə almaq istəyirsinizsə, təbii ki, bu nömrələr vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. İndi bizi sizdən çox qısa bir fasilə ayırır, əziz izləyicilərimiz. Fasilənin dərhal ardından doktorun da dediyi kimi mövzumuzu başqa bir istiqamətdə müzakirəsini davam etdirəcəyik. Bəli, fasilənin ardından bərabərliyimiz qaldığı yerdən davam edir. Bir daha vurğuluyuram. Bugün verilişimizdə qonaq Nərgiz klinikasının baş həkimi, tibb elmləri doktoru, fitoterapevt, ixtiraçı alim Məlahət xanım Qəhrəmanovadır. Nərgiz klinikasının əlaqə nömrələri nəzərinizə çatdırıram. 012 541 70 70 və 051 388 70 70 nömrələri 7-24 qeydiyyat üçün aktivdir. Ümumiyyətlə, suallarınızı da zəng vurub soruşa bilərsiniz. Yəni ki, sizi orada məlumatlandıracaqlar və ünvanı nəzərinizə çatdırım. Sabit Rəhman küçəsi 11 Köhnə TDK-nın yaxınlığında yerləşir Nərgiz klinikası. Doktor, danışırıq qaraciyər, ödün yuyulması, qaraciyərin yuyulması, həzm sistemi problemləri və təbii ki, burada ilkin əlamətlər də var ki, biz bunları bilməliyik ki, hazırlıqlı olaq. Bizi nə gözləyir ümumiyyətlə? Biz təbii ki, qaraciyərin funksiyasını nəzərə alanda, qaraciyər ağrı verən orqan deyil. O yüzden insanlar qaraciyərin nə vaxt xəstələnib, nə vaxt narahat olduğunu həqiqətən də bilmirlər. Bəzən də insanlarda, məsələn, ən çox ağrı verən öd olur və ödün funksiyası pozulduqda, təbii ki, onlar bir-birindən asılı olduğu üçün daha çox narahatçılığa səbəb olur. Ağızda acılıq olduqda, ürək bulanma olduqda, səhər-səhər öyümə hallarının olması, iştahsızlıq, aşırı əsəbi olma bu kimi əlamətlərlə də özünü biruzə verir. Ən çox, məsələn, allergik həssaslığın artmasında qaraciyərin ödün rolu çox böyükdür. Məsələn, biz daşa toxunmadıq, kolikulyoz xolitistit, daşlı xolitistit özü öd kisəsinin funksiyası pozulduqda, öddə durğunluq yarandıqda, öddə qatlaşma çöküntü artdıqda, təbii ki, allergik həssaslığın artması, gecə tutma şəkilli qaşınmaların olması, bəzən dəridə səpkilərin yaranması, bunların hər biri bir-birindən əlaqəli ola bilir və burada ödün və qaraciyərin funksiyasından da xəbər vermiş olur. Burada tək dərinin problemi deyil, dəri xəstəliklərinin özündə belə qaraciyərin ödün funksiyasının, mədə bağırsağın funksiyasının pozulması özü təbii ki, birbaşa rolu var. Çünki qəbizliyi olan insanlarda qaşınma, ürək bulanma, təzyiqin artması, köpün, qəyirmənin olması da müşahidə olunur. Bəzən xəstələr görürsən ki, uzun müddət, məsələn, dünən xəstəni gətiriblər, bir həftə, ayda 10 gündən bir bu böyük bayrə gedir. Qəbizliyi olan xəstədə bu təbii ki, uzun müddət davam edirsə, xəstənin rəngi avazımış olur, bəzən həddindən artıq boğunuq olur, aşırı əsəblilik, baş ağrısı, tutma şəkilli qaşınmaların olması da müşahidə oluna bilər. Və ümumiyyətlə, parazitar xəstəliklər də burada qoşulursa, xəstənin qurdu olarsa, təbii ki, burada daha kəskin allergik həssaslıq, hətta övrələrə belə gətirib çıxara bilir. Bundan başqa biz deyə bilərik ki, məsələn, ginekoloji xəstəliklərin özündə də, məsələn, qız uşaqların əksəriyyətində kistaların olmasında elə qəbizliyin də birbaşa rolu var. Əgər biz götürsək ki, ginekoloji problemlərdə qadınlarda kistadır, fibromadır, miyomadır, məsələn, daha çox meyilli olurlar. Məsələn, qız uşaqlarında mən niyə görə deyirəm? Qız uşaqlarında kistaların müalicəsində
ən çox təbii vasitələr daha effektivdir. Əvvəllər də biz dəfələrlə bunu demişik. Kistaların müalicəsində təbii vasitələrlə aparılan müalicələr, məsələn, bu aylarda çox gözəl dərman bitkiləri var ki, o bitkilərdən istifadə edərək uzun müddət hormonal preparatlardan, hormonal dərmanlardan istifadə edərək kistaların müalicəsində valideynlər çox şikayətlənir ki, o qədər dərman içdi ki, tüklənmə yarandı. Qız uşaqları gəlirlər, fibroması, kistaları olan qızlarda adətən o qədər hormonal problem, burada menstrual siklın pozulması, aybaşı pozğunluğunun olması mütləq, məsələn, həmin problemlərin qabarmasına gətirib çıxarır. Amma təbii vasitələrlə bu müalicələri apardıqda həm tez bir zamanda o kistaların əriməsinə, həmçinin də mastopatiyaların özündə də təbii vasitələrlə ilkin mərhələdə müalicələri apardıqda çox effektiv müalicə almaq mümkündür. Fitoterapiya geniş sahədir. Fitoterapiyada bütün sahələri əhatə etmək mümkündür. Burada düzdür, medikamentoz müalicələri biz danmırıq, amma fitoterapiya ilə ilkin mərhələdə müəyyən stadiyalarda onu müalicə etmək olarsa, nəyə görə ağır dərmanlar, ağır preparatları istifadə etməlidirlər. Çünki ginekoloji kistalarda qız uşaqlarında tez bir zamanda onun təbii vasitələrlə sorulmasını təmin etmək olur. Tez bir zamanda o kistalar sorulur və menstrual siklin normaya düşməsi. Hətta mən sizə deyim ki, mən bunu dəfələrlə müşahidə eləmişəm ki, qız uşaqları sonra valideynlər deyir ki, bunun gecikmələri var idi, ay başında pozğunluq var idi, xəstə çox narahat idi, amma qurdu müalicəsindən sonra da daha çox effektiv nəticə ala bilirik. Məsələn, elə xəstələrimiz olub ki, 16 il evladı olmayan ana olub. Onun 16 il uşağı olub. Biz onun uşağa görə müalicə etməmişik. Əslində, sonsuzluğun müalicəsində səbəbsiz sonsuzluqlar var ki, burada ən çox immun sistemin bərpası olunduqda müəyyən nəticələri almaq mümkün olur. Bunu parazitar xəstəliklərdə də görmüşük, hormonal problemlərdə də görmüşük. 16 il uşağı olmayan anada zobun müalicəsini bizdə aldıqda təbii vasitə ilə. Yəni, endokrinoloji şöbəmiz də var, endokrinologumuz da var. Lazım olanda hansı stadiyalarda olduğunu xəstəlikdən asılı olaraq biz yönəldirik. Amma onu ki, tez bir zamanda müalicəyə tabi olur, müalicə eləmək olar, göstəricilərə əsasən. Zobun müalicəsi də çox rahatlıqla aparılır klinikamızda. Təbii vasitələrlə zob üçün olan bizim xüsusi demək olar ki, mayemiz var, siropumuz var. O sirop sayəsində bu düyünlərin əriməsi, zobun tam tiroidlərin müalicəsini aparmaq mümkündür. Hər bir növünün doktor? Bəli, yox, növlərindən asılı olaraq. Mən heç vaxt demirəm ki, biz xərçəngi müalicə edirik, biz belə ağır bu xəstəliyin gedişindən asılıdır. Xəstəliyin stadiyasından asılı olaraq, dərəcəsindən asılı olaraq biz onu tənzimləyə bilərik. Elə ağır formalar var ki, təbii ki, orada cərrahi müdaxilə lazımdır, ya başqa bir həkimin müdaxiləsi olduqca fərqli olmalıdır. Onları biz seçimlə eləyirik. Elə, məsələn, görürsən ki, adi bir, yüngül bir stadiyada, yeni başlanğıcda onu geri döndərmək mümkündürsə, o müalicəni təmin eləyə bilirik. Amma mən ən çox sevirəm ki, insanlar aldığı müalicədən effekt görsün. Bəzən xəstələr yarımçıq müalicə, bir ay, məsələn, 2 ay, 3 ay saç müalicəsindən effekt istəyir, ya bir ay. Əgər bir tiroidi müalicəsində həkim ona təyinat verəndə deyir ki, bir ömür boyu bu tabletkanı içməlisən. Bir ömür boyu içəcəksən, bunu ömrünün axırınacan içməlisən. Onun geri dönüşü yoxdur. O 3 aya necə müalicə oluna bilər? 1 ilə necə müalicə oluna bilər? Ya bir böyrək xəstəsi olsun. Böyrəklərin də müalicəsində uzun müddət müalicə tələb olunur. Elə böyrəklər var ki, daş yaradan böyrəklərdir. Tez-tez elə adam var ki, ildə 2-3 dəfə o daşlardan əziyyət çəkir. Amma biz onu təmin edirik ki, o daşların yaranmaması. Profilaktik müalicələr daha önəmlidir. Və orada o daşlar yaranmasın deyə mən necə bilərəm? Maddələr mübadiləsi pozulur. Müayinə nəticəsində bu bilinir. Bəli, uzun müddət yaran. Məsələn, onlar xırda olan zaman, yeni qum dənəsi olan zaman
yarandığı zaman da tez-tez təmizlədikdə o iri daşlara çevirib xəstə o əziyyəti çəkməz. O daş birdən-birə o qədər yaranmır ki. Doktor, bax ilkin 1 necə santi başlayır? ölçüdə daş bir günə yaranmaz ki, bir aya yaranmaz ki. O xırda-xırda yığılır, o qum dənəcikləri üst-üstə o kalsinatlar xırda-xırda yığıla-yığıla böyüyür. Amma bu daşın yaranmasının səbəbini biz də bilirik ki, uzun müddət bunu müalicə eləmək lazımdır. Bunlar iltihabı prosesi götürmək lazımdır. Bunlar zaman alan bir şeylərdir. Amma o daşın o dərəcədə böyüyüb yaranmaması üçün zamanında onun təmizlənməsi lazımdır. Doktor, bax mən sağlam bir pasiyent kimi bunu sizə deyirəm də, mən heç zaman hiss eləmirəm ki, böyrəmdə nəsə bir problem var. Ancaq ola bilər ki, gizlində nəsə bir şey gedir. Bunu necə mən bilə bilərəm? Təbii ki, ona görə həm analizlərinizi verməlisiniz, həm ultrasəs müayinəsindən keçməlisiniz və onu ən azından 3 aydan bir, 6 aydan bir yoxlamaq lazımdır ki, orada gedən prosesi xəstə bilsin. Əgər xəstə sağlam böyrəkdirsə, bu bir dəfə ultrasəs müayinəsindən keçir, görür sağlamdır. 6 aydan bir də keçə bilər, ildə bir dəfə də. Amma bilir ki, problemi var. Ən azından 3 aydan bir, 6 ay tez-tez bu nəzarətdə saxlamalıdır. Məsələn, bəzən görürsünüz ki, poliplər də bugün çoxdur. Öd kisəsinin polipi olur. Məsələn, bağırsaqlarda poliplər yaranır. Burada parazitlərin də rolu var. Çox böyük. Məsələn, mən indi papilloma viruslardır, müəyyən səbəbdən yaranan, məsələn, ətxallarının yaranmasında qaraciyərin böyük rolu var. Öd kisəsinin funksiyasının böyük rolu var. Öddə yaranan poliplərin özü, ləmblyozu olan xəstələrdə daha çox rast gəlinir. Qaraciyərimizdə problem olanda bədənimizdə ətxalları yaranır? Bəli, ətxallarda yarana bilir, qırmızı xallarda yarana bilir, bəzən ləkələrdə, öd pigmentasiyası özü üzdə dəridə olan ləkələrin yaranmasında da başlıca rolu var. Bilirsiniz, orqanizm o qədər mürəkkəbdir ki, insanlar bəzən elə bilir ki, birində nə varsa məndə də ola bilər. Orqanizm fərqlidir. El adam var, qaraciyəri ömür boyu xəstədir, amma heç bir ətxalı da yoxdur, heç bir narahatçılıq. Amma adam var ki, bir balaca pi distrafiyası var, ətxalı da yarana bilər, qaşınma da yarana bilər. Məsələn, bu fərdi olaraq götürülməlidir. İnsanlar bəzən kimlərlənsə özünü müqayisə eləyir, kiminsə müalicəsindən alıb özünü müalicə etmək istəyir. Bunlar yanlış bir fikirlərdir. 10 nəfər gələn qaraciyər öd xəstəsinin, onunda da fərqli gedişli ola bilər. Hər bir orqanizm fərdidir, özünün reaksiyası var. Məsələn, saç müalicəsində xəstə var ki, 1 ilə də sağala bilər, xəstə var ki, 2 ilə də sağala bilər, xəstə var ki, bir ömür boyu xəstə gəlir, deyir, 10 ildir mənim saçım tökülür, çıxır, bəzən gedirəm həkimə müəyyən müalicə alıram, müəyyən müddətdə. Orqanizmin balansı yoxdursa, lazım olan vitaminləri, orqanizmdə autoimmun xəstəlik varsa, bu orqanizm bu saçı saxlaya bilməyəcəksə, o həkimin günahı deyil ki. Yəni, həkimlər təbii ki, müalicə aparır. Bir var, hormonal müalicə alasan, orqanizmi məhv eləyəsən, bir də var, təbii müalicə alırsan, töküldü ya çıxdı, gözünün qabağında olan bir şeydir. Orqanizmə zərər vermirsən. Amma elə xəstəliklər var ki, uzun müddət məcburən dərman preparatlarını içməlidir. Yəni, biz bu xəstələrə heç vaxt deyə bilmərik ki, yox, sən bizim müalicəmizi alsan, sağalarsan. Belə bir şey yoxdur. Yəni, müalicəni, bəli, orqanizmin gedişindən asılıdır. İnsanlar elə fikirləşir ki, niyə filankəsin saçı çıxdı, mənimki çıxmadı. Niyə filankəsin qaraciyəri sağaldı, mənimki sağalmadı. Zobun onunki sağaldı, mənimki sağalmadı. Elə bir şey yoxdur. Sənin orqanizminin gücü budur. Sənin orqanizmin ona cavab verirsə, məsələn, alopesiya xəstələri var, saçla bağlı. Elə adam var ki, 8 aydan sonra başlayır çıxmağa. Elə adam var, 6 aydan sonra başlayır çıxmağa. Orqanizmdən asılı olaraqdır. Xəstələr tez sağalmaq istəyir. Həkim ondan da çox istəyər ki, tez sağalsın. Hər bir həkimin imicidir, hər bir həkimin işidir ki, o göstəricisi onun xəstəsinin sağalmağıdır. Xəstənin sağalma nəticəsi xəstənin çox həkimə maraqlıdır. Amma insan orqanizmi o qədər mürəkkəbdir ki, eyni xəstəlikdən gələn eyni 5 insanın 5-də də fərqli gedişli ola bilər. Ona görə də ilkin əlamətlər olaraq, məsələn, görürsən ki, gəlir xəstə eyni əlamətlərlə. Dərisində problem var, saçında problem var, öd qaraciyərində var, mədə bağırsaqda var. Böyrək xəstələri, ağır böyrək xəstələri var. Onların hamısına aid deyil ki, o müalicələr. Yəni,
elə təbii vasitələrlə elə müalicə metodları var ki, kreatini get-gedə normaya sala bilirsən. Ya iltihabı prosesi götürə bilirsən. Amma elə dializ xəstələri var, ağır xəstələr var. Onlara onu verməyin mənası nədir? Yəni bunların hamısını nəzərə alaraq fitoterapiya o demək deyil ki, mən bitkilərlə müalicə edirəm, bütün xəstəlikləri olduğu kimi belə müalicə edir. Elə bir şey yoxdur. Xəstənin vəziyyətindən, xəstəliyin gedişindən asılı olaraq biz onları təyin edirik. Və bugün yenə də qeyd edirəm, bizim verdiyimiz dərman bitkilərlə hazırlanmış dərmanlarımızın hamısı tam deyərdim ki, effektiv olmasının üstünlüyü həm də ki, bugün paketlərdədir, şirop şəklindədir, kapsula şəklindədir və bunların istifadəsini mən get-gedə asanlaşdırmağa çalışdım. Çünki illər öncə biz də təbii vasitələrlə bitki halında verirdik. Amma bugün onların hamısını mən patentləşdirmişəm. Patentləşdirdiyimiz üçün dövlət tərəfindən verilir, sertifikatlaşdırılır. Bütün distansiyalardan keçərək qanuni şəkildə sonradan onlar istehsala verilir. İstehsala verilən məhsulların sənədləşmədən analitik mərkəzimiz var və buradan alınan icazələr sayəsində onlar hazırlanır. Və bunu ona görə deyirəm ki, bitkilərlə aparılan müalicələrdə də biz çox diqqətli davranırıq və insanlara kör-körənə yanaşılmır da. Yəni, bəli, kör-təbii olaraq verilmir. Burada hamısı, çünki elə dərman bitkiləri var, bugün elmi təbabətdə də, xalq təbabətində də geniş istifadə olunur. Doktor, bax, o suallar içərisində bir sual var idi ki, mənim diqqətimi cəlb etdi. Deyir, mən 3 ildir bitki çayları içirəm dayanmadan qaraciyərim üçün. Əvvəllər bunu doktor mənə məsləhət görmüşdü. Sonradan müayinə və müalicələrimi artıq yarımçıq saxladım. Problemin başladığını hiss etdim. Başladım eyni çayı dayanmadan içməyə 3 ildir içirəm. Deyirlər, çox içmək də ziyandır, ancaq nə edim, bu məni sakitləşdirir. Gələcəkdə bunun fəsadı ola bilərmi? Baxın, bitki çaylarını içmək çox gözəldir. Və bugün hər bir evdə buna rast gəlmək mümkündür. Hər kəs daha təbii vasitələrə üst tutur. Nəinki bizdə, bütün dünya ölkələrində bugün daha çox təbii qidalara, təbii vasitələrə insanlar daha çox önəm verir. Amma 3 il o çayı içmək, o nə qədər psixoloji olaraq özünə sakitləşdirici kimi qəbul edir, o düzgün deyil. Ən çox içilə biləcək 3 ay müddətinə içilə bilər və 3 aydan sonra fasilələrlə içilə bilər. Amma aşırı olaraq o dərəcədə bitki çaylarının qəbulu düzgün deyil. Arıqlama üçün istifadə edirlər, qəbizlik üçün istifadə edirlər. Bu bitkilər sonradan bağırsaq florasına öz mənfi təsirini göstərə bilər. İstər medikamentoz müalicə olsun, adi antibiotiki çox uzun müddət vuranda dizbakterioz yaradır. Dizbakteriozun müalicəsini aparmaq o qədər asan olmur sonradan. Və bitki çaylarını içən zamanda çox diqqətli olmaq lazımdır. Ona görə ki, bitkilərin tərkibində aşı maddələr var. Aşı maddə, yəni zəhərli maddələr. Düzgün istifadə olunmadıqda, onun düzgün dəmlənməsi, yəni çox mən rast gəlirəm ki, bitkiləri qoyurlar 3 ay, nə bilim, 1 həftə, 10 gün, 40 gün bu qalmalıdır, sonra bunu içməlisən. Bu çox təhlükəlidir. O düzgün deyil. Qaranlıqda saxla, 1 ay saxla, 20 gün saxla. Bu şeyləri eləmək düzgün deyil. Bu bitkiləri içən zaman o bitkinin tərkibinə baxmaq lazımdır. Və o tərkibdə o hansı, nə üçün içir insan? İnsan içdiyi, yediyi bir qidanın tərkibinə baxmalıdır. Bu, xüsusən də indiki dövrdə var da tənbəllik yaranıb, bir yeməyi bişirib bir neçə gün yeyənlər, o ölü qida sayılır. Yeməyi bişirib soyuducuda saxlayır. Onlar necə mənfi təsir edir? Təbii ki, onların keyfiyyətsiz qida sayılır. Təzə-təzə isti-isti yemədin, onu sonradan aylarla, həftələrlə, aylarla da yeyən olur. İnsanlar var. Bəzi insanlar onu pişirir, bir neçə cür yeməyi yeməkdə saxlayır, sonra. Bilirsiniz, indi insanlar hər şeyin çox asanına qaçır. Hər şeyi daha asan, daha rahat istəyirlər. Məsələn, bugün elə məqamlar var, deyə bilmirəm buradan, amma elə elementar bir şeylər var ki, bugünkü gənc nəslin bu qədər qızlarda sonsuzluğun yaranmasına səbəb məhz bunlardır.
Tənbəllik, hərəkətsizlik. Hərəkətsizlik, amma elə incə detallar var ki, onu mən buradan səsləndirə bilmirəm. Elə incə detallar var ki, bugün onlar dəb halını alıb. Qız uşaqlarında analar diqqət yetirmir. Qısa geyimlər, alt geyimlərinin nazik olması, geyinməməsi. Bilirsiniz, bunları adi bir şey kimi qəbul edirlər. Sonsuzluğun bu qədər artmasında, baxın, bunların hamısının rolu var. O keyfiyyətsiz qidanın da, geyimin də, həyat tərzinin də, hamısının rolu var. Amma məsələn, valideynlər bugün çox deyir ki, bacarmıram, nəzarət eləyə bilmirəm. Qız uşaqlarıdır, istər oğlan uşaqları olsun, zamanında öz sağlamlıqlarını qorumurlarsa, gələcək bir çox xəstəliklərlə üzləşirlər. Qaymaritlər də çoxdur, allergik rinitlər, sinusitlər, burun axması, tez-tez allergiyan olması, başlarını yuyurlar, çıxırlar. Yaş-yaş, qış, yay çıxırlar. Hər gün saçı yumaq, başı yumaq olmaz. Həm saça zərərdir, bir paltarı hər gün yuyursunuz, nə olur? Keyfiyyətini itirir. Saçı nə qədər tez-tez yuyursunuzsa, o qədər keyfiyyətini itirir. Yediyimiz qidalar nə qədər keyfiyyətsiz olacaqsa, qaraciyəri, ödü, mədə, bağırsağı, immun sistemi çöktürəcək. İmmun sistemi zəif olan insanın da tez-tez xəstələnməsi gələcək. 10 il, 15 il, 20 ildən sonra bu yeniyetmələrin özlərini bilmirik nə olacaq. Bəzi xəstəliklərdə hazır dayanıb ki, bizim immun sistemimiz çöksün, dərhal bədənimizdə baş qaldırsın. Viruslar, infeksiyalar, təbii ki, bunlar olur. Və biz qaraciyərin, ödün funksiyasını daha çox vurğuladıq. Məsələn, böyrəkdən də, zobdan da, ginekoloji xəstəliklərdən danışırıq. Qız uşaqlarında aşırı tüklənmə bugün, məsələn, lazerə gedirlər, o tüklən. Elə məqamlar var ki, bunları vaxtında düzgün eləmədikləri üçün sonradan əziyyət çəkirlər. Və əziyyət çəkirlər, doktor, bir nüans da orada. Problem yarandı, dərhal nə edirlər? Artıq doktorun yaxasından yapışırlar, məni xilas edeyim bu problemdən. Amma həkimlərin müalicələrini heç düzgün də eləmirlər. Bax, bu onu göstərir ki, əziz izləyicilərimiz, doktorla həmahəng çalışmaq lazımdır. Yəni, mən getdim, müayinə oldum, mənə diaqnoz qoyuldu, müalicəm başlanıldı. Bəs niyə nəticə əldə etmirəm? Bircə dənə qısa məqam deyil. Səs çıxmır, bəli. Bax, qışda bir dənə xəstə gəlib, qız uşağıdır, qısa danışacağım. Qarnı buradan bura açıqdır, böyrək müalicəsi istəyir. O, əgər qışın günü geyinmirsə, normal isti geyimi yoxsa, o böyrək necə dözsün? Doğru dediniz. Demək ki, bizdən də çox şey asılır. Bəli, insanların özündən çox şey asılır. Çalışın, sağlam qalın. Doktoruma təşəkkürümü bildirirəm. Çox sağ olun. Bugün çox maraqlı söhbətimiz oldu. Və bir təşəkkürüm də geyinmə